Herkese salam, kanalıma xoş gəlmisiniz. Şəhidimiz Hüseyn Nəcəfzadənin həyat yoldaşı Atlas Nəcəfzadə sosial media hesabında işindən yepyeni görüntülər paylaşıb. O yeni açdığı mağazadan video görüntülər paylaşıb. Görüntüləri sizlərə təqdim edirəm. Hicab üçün gələcək qızlar, hicab üçün gələcək. Kirayə qiyməti 70 manatdır. 70 manat deyil qızlar. Bütün paltarlarımız 90 manat deyil, 70 manata da var. Məsəl üçün bu don kimi 80 manata da var, 90 manata da var. Yəni Ölçü 36, 38, 40 ölçüyə qədər gedir. Əyində uçuşu çox gözəldir də qızlar. Modelin üstündə yoxdur. Bu paltar heç vaxtı biz çəkilişə gedəndə heç vaxtı burada olmayıb. Həmişə kirayədə olub. Ona görə amma əyində uçuşu çox gözəldir. Yəni möhtəşəm qalır. Renk tonu da o qədər qəşəngdir ki, nə tünd deyil, çox, nə açıq deyil də. yaxınlaşıb deyəcəm sizə paltar hansı yerdədir. Nə vaxta gələr? İnşallah bir uzağı 10 günə qədər. 10 günə qədər gələr. Bunun kirayə qiyməti qızlar 70 manatdır. Ağı 70-ə verərsiniz. Xanım, gəlin mağazaya yaxınlaşın. Ağı yox, mağazaya yaxınlaşsa da 70 manata verməyəcək. 70 manat olmaz, amma ki, yəni 80 manata Allah. 90 manatdır, 80 manata verə bilərik. Yəni yalançı çıxmayaq. Çünki yəni burada nə deyiriksə gələndə də müştəriyə onu deyirik də. 90 manatdır, 90 manatdır. Gəlib mağazaya yaxınlaşıb bəyənsə 80 manata eləyərik. Kaş yaxın olardı. Sərdə qalırsınız ki, xanım. Bakıdasınız da hər yer yaxındır. Paltar götürmürük xanımlar. Bir aparım biraz. Məzun üçün geyimlərimiz var qızlar. Biraz söhbət eləyib göstərəcəm yenidən. Biraz canlı qalsın. Məzuniyyətə qədər, bilsiz nə qədər paltar gətirəcəyik. Çox bahadır. Hər yerdə ucuzdur da oldu xanım. Başınıza dönüm, qurban olum. Mən demirəm ki, mən hamıdan ucuz verirəm. Mən sizə deyirəm ki, mən verdiyim keyfiyyətdə heç bir mağaza bu keyfiyyətdə, bu qiymətə paltar vermir. 50 manata verən də var. Mən onu demirəm, yəni 40 manata da var, 30 manata da. Amma bu keyfiyyətdə onu tapa bilmərsiniz. İnanın ki. Yəni qol problem deyil. Sinəsi, beli Xanım, səhifədə paylaşılan bütün paltarların qolu da, sinəsi də, beli də açıq deyil. Yəni lap istəsəz bağlamaq da olar, problem deyil. Ne yazmış ya, ona yazmış şey. Bəs necə qızlar, bura gələn xanımlar da, belə müştərilərin 90% deyir ki, yəni bu keyfiyyətdə biz bu qiymətə heç vaxt heç bir yerdə görməmişik. Ümumiyyətlə kirayə paltar yerlərinə gedən insanlar bilir ki, standart qiymətlər nə qədərdir. Bax, mən sənə söyləyim. Mən keçən bir dənə canlıya girdim. TikTokda canlılaydı. Təsadüfən qabağıma çıxdı. TikTokda belə bloger cütlüyün deyil xanım. Bunu bir dənə bilin ki, bura bloger cütlüyün deyil. O xanımın mağazası başqadır. Kesin və xanım da yazmışdı ki, Əhmədliyə gəldim, mağaza bağlıydı. Bizim mağazamız Əhmədliyə yerləşmir, 28-də yerləşir. Yəni onu ola bilər ki, yanlış anlaşılma var, amma bizim mağaza orada yerləşmir. Hə, qızlar, canlıya girdim TikTokda təsadüfən. Gördüm bir dənə kirayə səhifəsi yeridir. Yəni bizim kimi Allah qazanclarını bol eləsin, bol müştərili olsun. Gördüm oradadır. Bizim paltara oxşayan bir dənə paltar var idi. Bayaq krem şanti göstərdim sizə. O paltarı soruşdu bir nəfər. Prosta mən də marağa baxıram da ki, yəni sizin dediyinizə görə baxıram ki, görüm həqiqətən belədir, yoxsa mən səhv bilirəm yəni. Biz bu işə girməmişdən qabaq bütün hər şeyi araşdırıb bu işə girmişik. Bütün mağazaları hamıdan qiyməti soruşub, bazar qiymətini, bazarda nə qiymətdirsə, yəni ümumi bazar hesab olunur da. Yəni orta statistik bütün qiymətləri soruşmuşuq ki, bilək biz baha olacaq paltar yoxsa ucuz. O şanti paltarı 140 manata dedi. Sonra xanım deyir ki, xanım gəlib götürsəm indirim eləyər. Dedik xanım, son yeridir. 140 manatdır. 4 dənə paltardan artıq paltar geyinə bilməyəcəksən. Geyinsəz də əlavə ödəniş eləyəcəksiniz. Valla bizdə burada müştərilər olur, 10 dənə paltar geyinir. Heç almır dayı. Yəni gedir deyə evə gedim sizə xəbər eləyəcəm. Gedir xəbər eləyir yəni. Buradan yəni bəyənməyib getməyən elə bir xanım yoxdur. Amma yenədir də. Şuraya yazıb ki, arxadakı pəncərəyə görəndə travma yadıma düşür. Heç də olmaz. Son zəngə uyğun, bəli, bütün paltarlarımız son zəngə uyğundur xanımlar. Yəni çox belə bayağı paltarlar gətirməmişik. Əsl belə cavan qız paltarları gətirmişik. Kəbin paltarı yox, zaks paltarı var. Zaks paltarı var da, ağ paltarı var. Agün Həsənzadə, ola cavab verəsiniz. Nə yazmısınız? Nə yazıb ki? Rəqsənə yazıb ki, ancaq onların üçün halbuki ona dedilər burada. Düzdür, Rəqsənə, düzdür. Qarı korsetli bayaqdan yazıb, qoy göstərim onu.
Gözlər, qara korsetli. Bizim İnşallah. ümumiyyətlə mağazamızda bütün libaslarımız korsetlidir. Korsetsiz libasımız yoxdur. Baxın, əyində oturuşu möhtəşəmdir. Qara istəyən xanımlar. Bu hissəsində, qarın hissəsi olan xanımlar da bildirmir. Yəni, biraz burası bizəsini özümüz boş kimi eləmişik ki, qarın hissəsi olan xanımlar da bildirməsin. Ölçüsü 36, 38, 40 ölçüyə qədər gedir. Əyində oturuşu çox gözəldir qızlar. Çox zərifdir. Bunu Pinterestdən götürmüşdük, deyəsən hələ. Çox qəşəngdir. Bunun kiraya qiyməti qızlar, əslində 100 manat qoymuşduq ilk öncədə, belə deyim də. Amma 100 manatdan da çox deyək, amma biz endirim kimi qoymuşduq. Sonra 90 manata endirmişik. İndi əgər istəsəniz biraz da endirim eləyə bilərik. Mağazaya yaxınlarsanız endirim eləyə bilərik. Sonra belə bir qara korsetli paltarımız var, qaşlı. Bu el razmına qədər gedir. Əynində çox gözəl qalır. Balıq modeldir də. Yəni necə balıq model? Düz modeldir. Kirayə qiyməti də əslində 90 manata, 100 manata veririk. Amma hal-hazırda mağazamızda bütün paltarlar endirimdə olduğuna görə mağazaya yaxınlaşıb geyinib baxsınız, endirimdən 80 manata verərik. Keç, görmürsən, keç. Belə göstərin. Görsənmirsən. Razmeri XS razmerdən XL razmerə qədərdir xanımlar. Ağ paltar göstərdiyimdə, bir dənə gözləyin, ağ paltarı göstərməmişdən əvvəl mən Instagramda o xanımın üzərində göstərim. Çünki belə bilinmir. Bax, belə bir zaks paltarımız var. Çox gözəl qalır əyində. Kirayə qiyməti 90 manatdır. Az bunu buradan çıxart. Mən hər dəfə çıxartdım. Hər dəfə bu şeyi yaşayıram. Qızlar, yəni belə deyim də, yəni ən bəyənilən libaslarımızdandır və indi yəni bu libası demək olar ki, hamı geyinir də, yəni modda olan libasdır. Əyində oturuşu çox gözəldir. Rəngi qızlar oradan bilmirəm necə görsənir, tünd göy rəngdədir. Baxın, görün nə gözəldir. Bax, kürək hissəsi də qızlar, bilmirəm görürsünüz ya yox. Yəni aşağıdan deyil, yuxarıdandır. Yəni baxın, bu hissəsi yuxarıdandır. Əyində oturuşu çox gözəldir. Bunun kiraya qiyməti qızlar 90 manatdır. 90 manat. Endirimlə 90 manat. Bu qabaq hissəsi də qızlar belədir. Belə deyim də, siz bədəndə oturanda baxın yandan oturur. Bax belə oturur. Çox figuralı göstərir Çox insan. qəşəngdir. Korseti də bu belə V kəsim olduğuna görə, ətəyi də belə olduğuna görə çox figuralı göstərir insanı. 50-60 manata yoxdur. Bizdə 70 manatdan başlayır. 50 manat olan bir dənə. Telefonla çəkilində yoxdan olur. Buyur, al. 7 lan. Nişan üçün geyim göstərə bilərsiniz? Bəli, göstərə bilərik. Ən çox nişana hədiyyə belə bir paltar götürürlər. Çox gözəl qalır əyində, çox incə bir paltardır. Açarı yox, mən götürməmişəm. Kirayə qiyməti 80 manatdır. Əyində oturuşu çox gözəl. İstəsəniz qolunu belə də eləyə bilərsiniz. Hə, var. Bir kəlmə. İstəsəniz, yox, bir kəlmədən artığına icazə yox. Hə, istəsəniz qolunu belə də eləyə bilərsiniz. Çox gözəl qalır əyində. Bunun qarası yoxdur, yox. Satış paltar götürəndə həmin xanımın razmerinə uyğun yenisi tikilib verilir əlbəttə ki. Qırmızı donlar, başda göstərirəm indi. 70 manatlıq olanlar, məsəl üçün indi göstərirəm hamısını, 70 manatlıq olanlar da gözləyir. Bir dənə qırmızıları göstərir. Baxın, qırmızılar bir belə var, düz modeldir. İstəsəz qol da qoymaq olar. Bir də belə var, qaşlı model. Bu endirimdən 80 manat, 90 manata götürə bilərsiniz endirimdən. Normalda 100 manatdır. Bir də indi 70 manat göstərim sizə. 70 manata belə bir çəhrayı paltar götürə bilərsiniz. Hə, 70 manata belə bir çəhrayı paltar götürə bilərsiniz. Çox gözəl qalır əynin. Xala nə əlaqə? Nə danışırsınız burada? Hamilə donu, hamilə xanımların əynində olacaq paltarlarımız var, bəli. Yaxınlaşıb geyinə bilərsiniz. Satış qiyməti razmerə uyğun hesablanır. Məsəl üçün, bunun göy rəngi də var bizdə, korичневый rəngi də var. Bunu 70 manata verərik. Bu bantikli yazan bayaqdan yazır. Nə yazır bilmirəm. Burada dalbadal eyni şey yazmada, yəni mənasız sözlər yazmada. Düzdür, belə xamilyon libasımız var. Yəni əyində oturuşu çox gözəldir. Mən mağazanın ən gözəl sevdiyim libaslarından biridir də.
Əyndə oturuşu o qədər gözəldir. Parçası da çox keyfiyyətlidir. Toyda, nişanda qeyri-adi görsənmək istəyirsinizsə, başqa insanlardan fərqlənmək istəyirsinizsə, bu libas yəni odur da. Çox gözəldir qızlar. Baxın, bax Nalə xanım da göstərdi. Baxın, görün necə fərqlidir. Bir üstündə belə yəni zəri var. Bunun kirayə qiyməti qızlar 80 manatdır. Bunun ölçüsü 36, 38, 40 ölçüyə qədər gedir. Nə görərsən? Baxışına bax. Çox gözəldir. Gözəl gününüz olsun. Satış qiymətini demirik, kirayə qiymətini deyirik. Satış qiyməti razmerə uyğun hesablanan xanımlar. Bizim mağazanın belə deyək. Götürməyin də xanım, 70 manat al. Bizim mağazamız qızlar açılanda ilk götürülən paltar bu sarı libas olmuşdu. Görün nə gözəldir. Məsələn, məzuniyyətə bundan Çox qəşəngdir qızlar. Çox xoşum gəlir. Məzuniyyətə çox gözəl gedər bu paltar. Bax, bunun kirayə qiyməti qızlar 80 manatdır da, yəni. Elə gözəldir, əyində oturuşu möhtəşəm qalır. Baxın. Kirayəsi 80 manat. 80 manat, 80 manat. Ölçü 36, 38, 40, 42 ölçüyə qədər gedir. Bax, bir də qızlar, bu biznesdə bu hissəsi var ha, yəni buradan bilinmir. Tam sinənizə oturur. Yəni Sinəsi bağlıdır, açıq paltar deyil. Sonra belə var, korичневый rəngdə paltarımız. Çox gözəl bir paltardır. Qolları da var bunun. Müştəriyə istəyinə uyğun olaraq çıxarda bilirik. İstəsəniz amma qollu modeldir, yəni şanti qol veririk buna. Kirayə qiymətdə uyğundur, 80 manatdır. Beli çox incə göstərir, qutu kimi oturur əyninə. Çünki karseti düz baxın belə göstərir. Bura qədər karsetdir. Yəni iri xanımları belə çox incə göstərəcək. XS razmerdən